Salam, mən Doktor Nərmin, yeni də mətbəxdəyəm. Bugün uşaqların beyninin inkişafına təsir edən qida məhsullarından danışacağım. Uşaqların beyninin 0-6 yaş arası sürətlə inkişaf edir. Bu dövrdə verdiyimiz qidalar bir tek fiziki inkişafına deyil, eyni zamanda yaddaş, nitq, diqqət, emosiyalara təsir edir. Gəlin mən sizi tanış edeyim, beynə təsir edən qidalar hansılardır? Yumurta beynin qızıl açarı, xolinlə zəngindir. Xolin diqqət çatmamazlığını aradan qaldırır, sinir hüceyrələrinin arasındakı əlaqəni yaradır, yaddaşı yaxşılaşdırır. 1 yaşından sonra həftədə 3 dəfə rahatlığına verə bilərsiniz. İkinci, balıq məhsulları. Omega ilə zəngindir. Omega bildiyimiz kimi beyin hüceyrələri qidalandırır. Nitqinin formalaşmasında böyük bir rol var. 2 yaşından sonra həftədə 3 dəfə balıq verilməsinə tövsiyə edirik. Əgər uşaq rasionunda balıq yoxdursa, o zaman biz balıq yağı tövsiyə edirik. Qoz, badam, fıstıq beyin üçün vitamin deposudur. Vitamin Y ilə zəngindir, stressə davamlılığını artırır, konsentrasiyayı gücləndirir. 3 yaşından sonra doğranmış vəziyyətdə verilə bilər. Dənli qidalar, yulaf, qarabaşaq beynin enerji mənbəyidir. Qan şəkərini çox artırmır, uşağın konsentrasiyasını yüksəldir və eyni zamanda hiperaktivliyini azaldır. Meyvələr antioksidanttır. Banan, alma, nar, çiyələk, yaban versimi fərqi yoxdur. Bunlar beynin hüceyrələrini daim olaraq qoruyur. Hər gün süfrəyə qoyduğumuz məhsullar uşağın sabahki düşüncə tərzidir.